Şuşa şəhərinin paralelliyində olan Qaybalı kəndi və burada bir dənə Alban məbədini izləyirik. Tarix qoxan bu məkanlardan gözəl bir Alban məbədi ilə rastlaşdıq. Bayaq da qeyd elədiyim kimi bura Qaybalı kəndidir. Şuşadan Kosalar istiqamətində baxanda dərənin içərisində bir qədim kənddir və bu ərazidə Alban məbədinin olmasını əvvəlcə bilmirdim, amma indi uzaqdan gələndə məbədi gördüyümə görə yaxınlaşdıq. Beləliklə bu ərazilərin də qədim Alban mədəniyyətindən sonra bu tikintilərin olduğu güman edilir. Bayaq da qeyd etdiyim kimi bura Qaybalı kəndidir və Qaybalı kəndində də qədim Alban məbədinin olmasını aşkarladıq. Gördüyünüz kimi çox sağlam bir binadır. Təxminən uzunluğu 10 metrə bərabərdir, bəlkə artıqdır. İçəri hissəyə biraz keçək baxaq. Bütün Alban məbədlərində olduğu kimi bu məbəddə də bizim bədnam qonşularımız, mənfurlar deməli xaç işarələri olan dəmir lövhələr, dəmir belə deyək, stollar və s. yerləşdiriblər. İndi biz daşların da üzərində incələmələr aparacağıq. Görək, həmişə olduğu kimi öz xaçlarını burada əks etdirməyə çalışıblar ya yox. Çox maraqlı bir Alban məbədidir. Hal-hazırda yüksək səviyyədə, sağlam formada görünür. Demək, girişdə sol divarda biraz çatlar əmələ gəlib. Baxaq çatlara. Bir dənə ora baxaq. Amma bütün bunlara baxmayaraq çox böyük tarixə malik olan bu məbəd hazırda tarixə meydan oxumaqdadır. Solda demək girişdə orta hissədə günəşlik var. Sağ və sollarda ocaqlıqlar var. Bu ocaqlıqlardan çox vaxtı bu hissələrdə həm günəş düşməkdən ötürü, həm şam yandırmaqdan ötürü müəyyən hücrələr yaradılıb. Bir dənə də bu çöl hissəyə baxaq. Şəhərimizin teleqüllələri görünür. Bu yerdə təsadüfi seçilməyib. Çox ecazkar və qorunaqlı bir ərazidir. Bayaq qeyd etdiyim məsələyə təkrar qayıdaq. Bu məbədin də üzərində sonradan xaçlar işləndiyi görünməkdədir. Burada daş üzərinə döymələr, oymalar görünür. Burada da ya çox qədimdən Alban yazısı olub və yaxud da ki onların sonradan işlədikləri bir yazı olub. Amma çox maraqlı bir videonu burada sizə göstərmək istəyirəm. Günəş var. Yaxından çəkək. Lap yaxından gələk zəhmət. Bəli, yaxından. Görürsən günəş kimi burada bir simvol var. Bu bəlkə də lap çox qədimdən də, ancaq bunu biz kəstirə bilmirik. Mən dəqiq deyə bilmərəm, tarixçilərimiz bilər. Bu mənfur qonşuların işidir, yoxsa bu demək məbədin yarandığı dövrə təsadüf edən bir simvoldur bu günəş işarəsi. Mən şəkilləri yaxından çəkeyim. Sonra istifadə edək.